Sağ ol. İndi Naran səhifəsində o saat başladı. Hello bebitolar. Evet, hello bebitolar. Mənim qonağım bizim blogerimiz. Mənim çox köhnəmişdi. Çok. Hele hiç kim yok idi, onu ben var idi. Gəlmişdi, yığmışdıq, saçları uzanıb, indi gəlib belə qaynaqla mutlaşmağa. Düzəltdiyi bir blogdur da, blog çəkək. Bir saniye gəldim, qoy deyim. Sevgili saçlarını gördüm, çok beğendim. Dedim ki senin kimi ulduz parıldamalı ki parıldayır, daha da ışık saçmalıdır. İhtiyaç olmasa da belə, istəyirəm bir qoysan əl işlərini. Dedik də ehtiyac olmasa bu boyu da belə uzadaq, biraz həcm verək, özü istirahətə gedir, biraz dadını çıxartsın, geçək. Gəlsin reklamlar. Şöyle reklamlar, şəkillər. Görüşəcək. Yetim. Hə. İndi təzədən keç o şeylər. Herkese danışmalıyım, yine danışmalıyım. Ver başa. Salam, her vaxtınız xeyir olsun. Risale İslam'ın kanalındasınız. Bəli. Diqqətiniz ekranlarda olsun. Ülviyə də reklam arası reklamlar elədi bizə. Bu günləri şokdadır. Sualını versəniz ki, niyə? Deməli, gəlmişəm o günləri. O gündə dediyim 2 gün bundan qabaq. Dünən. Dünən gəlmiş. Ah, dur canım benim kafa gitmiş. Evet, dünən. Hə, gəlmişəm ki, bəs İki uşaq anası. saç Sonra istəyirəm. paylaşmaq ki, 45 yaş kimdir deyir. Ay, sağ ol. İki uşaq anası. Saçımı bəs bu rəngdəsən, öz saçım rəngdəsən. Bizim seçtiğimiz saçlar da tündüydü. Dedi kız git, bir de gələrsən falan gündə. Gəlmişəm ki, qızlar, bir dənə baxın oradan. Operator. Belə yaxınlaşdım. Belə. Görürsünüz. Ya bunu sen necə yapmışsın kız bana söyle. Necə yapdım? Halal olsun sana vallahi. Apardım, belə sərdim yerə. Üstündə tozu tördüm. Yox, möhtəşəm, həqiqətən möhtəşəm. Super. Uşaq saçını bu arada özü 100 istəsə də artıq 200 qram saç yığılıb. Görək 50-ni də soxuşdıra bilsək oralara. Çox belə wow nəticə ilə. Məncə də. Studiyamızda telefon zəngi var. Bye bye. Bye. See you. Qoşu. Yoruldu. Neyiniz 2 kilo sərdən başına sağ. Gözləyirəm bu qutarsın deyə, sonra mən davam eləyim. 2 kiloya özdə. O sıfırın birinci. İnan ki, hal-hazırda yəni mən elə hiss edirəm ki, başımda 2 kilo saç var. Bu da elə hiss eləyir, ölür bu dəqiqə. Ay Allah. Hələ bundan sonra bir qaynaq da yığacağıq. Uca sönmüş ye. Bayaqca o enerji var idi belə video zadı. Uca yox deyə sönüb. Heç nə. Allah müştərilərimizdən çox bol eləsin. Amin. Hələ Ülviyə bu. Pul qazanmaq gözəl şeydir. Özü öz ayaq üstündə durmaq. Valla çox yaxşı şeydir. %100. Biraz zordur, amma ki o gedib belə duş öz pulu xərcləyirsən, necə ləzzət eləyir. Heç kimlə asılı olmadan, Heç kimdən kişiyə asılı ağız deyilsən, açmadan. öz pulu özün xərcləyirsən. Ay, sağ ol. Belə fikirləşmirsən də ki, bunu almayım, onu almayım. Belə daha pul versən. Düz. Yoxsa yalvarsın, qurban olum, saçımın vaxtıdır ərə, kişiyə. Ayırıram. Şükür Allaha ki, nə subay Saçımın vaxtı, vaxtıdır, nə də qurban olum. Hə, indi də özün qazanırsan, hə? Elə mən də eləyəməyim. Prosta ki, kişinin də pulu mənimdir, mənim də pulum mənimdir. Hə? Kişinin də pulu mənimdir, mənim də pulum mənimdir. Oy, ad günümdə yoldaşım mənə deməli pul verir ki, get özünə nəsə al. Ala bilmirəm, o zaman mənim pulumdur, mən nə alım ona? Hə, ay sağ, hədiyyə alasan. Mən Hədiyyə. götürüb o gün Instagramda paylaşmışam ki, ən sevdiyim söz kartı bu mənə at, kartımı atım nəminə. O da yazdı, o taq eləmişəm. Yazdı ki, kartı var. Atmışam 500 manat atıq belli. 2 gün sonra da il dönümümüzdür. Belə il dönüm hədiyyəsi dedim o sayılmır. O sayılmır. O Getdi bunu aldı, gəldi, yazıq. Hə. Mən də deyirəm ki, o mənim pulumdur. Axır ki bitdi. Məni aldadır. Burada 100%, 2 kilo yarım saç var. Mən öldürüb oturandan 1-2 kilo saç koymuşam mənə. Çox həqiqətən möhtəşəmdir, super. İndi hazır olsun tam göstərəcəyik. Bu arada dalğalı saç koymuş, yox sadəcə olaraq kəsim plan vermək üçün mən renləyirəm. Həm də qəşəng görünsün də, ilk işdir. Sonra özü yer dalğalı gəzər. Az sonra nəticəni göstərəcəyik. Getdiyi yerlərdə. Hə? Söv oraları. Heç nə eləmirik. Bir dənə belə eləyirik. Sadəcə. Biraz qabağa. Qoy saçlarımız görünsün.
Sən də bunu bilsən neyinə yaxınlaşdırıb bacardığın qədər. Anladın? Anladım. Bir göstərək də neynəmişik. Mən buralara qoymadım. Niyə? Yığasan, eləyəsən, başa düşdün. Həm də təbiiliyin qoruyaq da. Bir dənə saçın parıltısına. Ay, vay. Amma möhtəşəm də daşıyırsan. Doğrudan elə adam var ki, belə yığırsan, doldurursan. O gün efirdəyəm sual verirlər ki, ən çox xanımlar nə istəyirəm? Gələn deyir ki, mənim məsəl üçün J-Lo ilə. Mən sən J-Lo'nun saçını eləyərəm. Daha o səndə yoxdur. Mən onu İndi onu daşıyırsan da, başa düşdü. Çox qəşəng yaraşdı. Saçının rəngi zaten o gün qısa variantda məclisdə görmüşdüm, dedim, möhtəşəmdir. Belə də ki, zaten də belə deyəm, ürək sözlərim ürəkli deyəmirəm. Neydi, ürəkli deyilən, həqiqətən çox qəşəngdir. Çox qəşəngdir, həqiqətən. Sən mən yenə deyirəm, o deyil ki, box tərif deyirlər. Sadəcə göz önündən. Adətən mənə deyirlər ki, məsələn, filankəsi tərif deyirəm, eləyə bilmərəm. Yalandan, hə. Salona çağırırlar məni. Deyirəm ki, mən gələ bilmərəm. Niyə? Mən gəlim nəyin tərifini? Bilmirəm. Göz önündədir. Çünki o da tərifə ehtiyacı yoxdur da, hər şey göz önündədir. Sağ ol ürəyim. Həmişə gözəllikdə. İyi ki gəldin, iyi ki varsın. Sağ ol canım mənim. İyi ki səni gördüm orada yenidən Yenidən bir araya gəldik. Əllərinə sağlıq. Öpürəm səni. Bol müştərilər arzulayıram. Burada olsun daşsın.